Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri qəbul blok imtahanına düşə biləcək belə bir sual izahlarına diqqət etmiş olacağıq. Birinci sualımıza qeyd olunub ki, dünyada xammal və enerji problemlərinin yaranmasının səbəblərini müəyyən eləyin. Faydalı qazıntı ehtiyatlarının məhdudluğu, bəli, faydalı qazıntı ehtiyatları artıq məhdudluqdur. Çünki biz bilirik ki, bunlar tükənib bərpa olunmayan ehtiyatlardır deyə artıq bunlar da getdikcə tükənir. Bir doğru olmuş olacaq. Alternativ enerji mənbələrindən çox istifadə olunması yanlışdır. Alternativ enerji mənbələrindən çox istifadə olunmur. Bərpa olunmayan ehtiyatların tükənməsi, bəli, doğrudur. Qeyd etdiyimiz kimi, xammala və enerji olan tələbatın azalması yanlışdır. Bu tələbat azalmıb. Təbii ehtiyatlardan səmərəli istifadə olunsaydı, xammal enerji problemi yaranmazdır. Tükənməyən təbii ehtiyatlardan zəif istifadə, bəli, bu da doğrudur. Çünki biz küləkdən, günəşin enerjisindən, bunlardan az istifadə etmiş oluruq. 1-3-6 doğru cavabımız olacaq. Kür-Araz ovalığında radiasiyanın kəmiyyətinin Lənkəran ovalığından çox olmasının əsas səbəbi nədir? Biz bilirik ki, radiasiyanın kəmiyyəti buludlu günlərin sayı az olanda verilikdə çox olur. Yəni buludluq olmayanda radiasiyanın kəmiyyəti yüksək olmuş olacaq. Ona görə C variantı doğrudur. Regionlara müvafiq gələn uyğun ölkələri müəyyən edin. Burada deməli birinci Mərkəzi Asiya Türkmənistan olar, amma Yaponiya Şərqi Asiyadır, yanlışdır. 2 Özbəkistan Mərkəzi Asiya, Qazaxıstan Cənubi Asiya deyil, Mərkəzi Asiyadır. Mərkəzi Asiya Monqolistan doğrudur. Bangladeş Cənubi Asiya üçün doğru fikirdir. Laos da Cənub-Şərqi Asiya üçün doğru olmuş olacaq. 3 doğrudur. Hindistan Mərkəzi Asiya deyil, Cənubi Asiyadır. 5-də isə Çin Cənubi Asiya deyil. 4-cü sualda həqiqi sahəsi 3718 kvadrat kilometr olan su anbarının xəritdəki sahəsi 22 kvadrat santimetrdir. Biz bura qədər bir miqyasımızı tapaq. Sahədə miqyas nəyə bərabərdir? Kök altında həqiqi sahə 3718, yəni bölünsün nəyə? Xəritdəki sahəyə 22-yə. Bu da bərabər olacaq kök altında 169-a, bu da 13 çıxmış olacaq. Yəni bizim miqyasımızın kəmiyyəti 13-dür. İndi xəritədə su anbarının qərbindən şərqinə qədər olan məsafəni 14 verib. Biz burada həqiqi məsafəni taparkən nə etməliyik? Təbii ki, 13-ü vurmalıyıq 14-ə, yəni miqyasın kəmiyyətini vuracağıq. Xəritdəki məsafəyə tapmış olacağıq 182 kilometr. Orinoco çayının Zambezi çayından fərqləndirən əsas xüsusiyyətləri müəyyən edin. Deməli, Bolsulu dövrü iyun, iyul, avqust ayındadır. Bilirsiniz ki, Orinoco çayı Cənubi Amerikanın çayıdır və ekvatorial iqlim qurşağında yerləşdiyinə görə, şimal yarımkürəsində yerləşdiyinə görə yağıntıları iyun, iyul, avqust aylarında düşür. Bir doğrudur. Atlantik Okeanı hövzəsinə aiddir. Bəli, Orinoco çayı Atlantik Okeanı hövzəsinə aid olmuş olacaq. Donmayan çaydır, hər ikisi donmur. Su toplayıcı hövzəsinin bir qismi subtropik iqlim qurşağında yerləşir. Hər ikisi yerləşir. Aid olduğu qitədə musson iqlim tipi formalaşır. Bəli, Şimali Amerika, Cənubi Amerika materikində də Cənubi Amerika materiki Amerika qitəsi getdiyinə görə Şimali Amerikada müşahidə olunmuş olacaq. 1-2-5 doğru fikrimiz olmuş olacaq. Növbəti sualımızda qeyd olunub ki, Azərbaycanda dəmiyə əkinçiliyinin inkişafına imkan verən təbii amilləri seçin. Qura iqlimə malik olan ərazilərin geniş yayılması yanlışdır. Bu suvarma əkinçiliyi üçündür. Alçaq və orta dağlıq ərazilərin geniş yayılması, yüksək dağlıq ərazilərdə əkinçilik mövcud deyil. Kənd təsərrüfatının yeni texnologiya tətbiq olunmur, çünki Azərbaycanda ekstensiv inkişafdır, intensiv deyil. Bir də mülayim isti iqlim tipinin geniş yayılması. 2 və 5 doğru cavabımız olacaq. Ölkədə dəmir yollarının orta sıxlığı 400 metr bölünmüş kvadrat kilometrdir. Uzunluğu isə 32.000 kilometrdir. Bu ölkədə əhalinin sayı 8 milyon nəfərdirsə, əhalinin orta sıxlığını hesablayın. Mən nə edəcəm burada? Deməli 400 bərabərdir. Baxın, metr bölünmüş kvadrat kilometrdir. Burada da uzunluğu kilometrlə veribdir. Onu mən metrə çevirmiş olacağım. Yəni 32.000-i vuracam nəyə? 1000-ə. 3 sənə də əlavə 0 etmiş olacağım. Edəcək, böləcək nəyə? X-ə. X-imiz buradan bərabərdir 80.000-ə. İndi bu bizim 80.000 ölkəmizin ərazisinin sahəsidir. İndi qeyd olunub ki, əhali 8 milyon nəfərdir. İndi biz sıxlığı tapanda nə edirik? Baxın, nəfər bölünmüş kvadrat kilometr. Yəni əhalinin sayını 8 milyon nəfəri bölmüş olacaq 80.000-ə. Burada da cavabımız nə alınmış olacaq? Təbii 100 olmuş olacaq. Xəzərin sahilində yerləşən inzibati rayonları cənubdan şimala doğru düzün. Yardımlı İsmailli, İsmailli yanlışdır, Xəzərin sahilində yerləşmir. Astara, Masallı, Neftçala, Xızı, Şabran. Bu ilə doğru cavabımız olmuş olacaq. C variantında Lənkəran Astaradan sonra gəlir. Yəni Astara daha cənubdadır. Lənkəran Saatlı Xəzərin sahilində yerləşmir. Astara, Xızı, Abşeron Xızdan cənubdadır.
Fıraq terminindən əsasən su nəqliyyatında daha geniş istifadə olunmuş olacaq. Kimyəvi aşınmanın intensiv getdiyi ərazilər əsasən rütubətin bol olduğu ərazilərdir. Burada Kalimantan adası ekvatorialda yerləşir. Onlar Meksika yayləsi yanlışdır, quraq ərazidir. Böyük Hövzə yayləsi quraq ərazidir. Yava adası olmuş olacaq, Malakka yarımadası ola bilər, amma Somali yarımadası isə quraq ərazidir. Yəni biz əsasən ekvatorial iqlim qurşağında yerləşən əraziləri götürmüş olacağıq. Dağ silsilələrin artma ardıcıllığını müəyyən edin. Bilirsiniz ki, Ləngəbis silsiləsinin hündürlüyü əsasən 1000 metrə qədərdir. Ona görə birinci 2 olmuş olacaq. Daha sonra Qarabağ silsiləsinin hündürlüyü 2725-dir. 3 olacaq. Şahdağ 3317-dir. 16-dır. Bu da olacaq 4. Murovdağ 3724 Camış dağıdır. 2, 3, 4, 1 olmuş olacaq. Rütubətli iqlim şəraitində formalaşan, lakin əkinçilikdə istifadə edilməyən torpaq tiplərini müəyyən edin. Bozqonur torpaqlar rütubətli iqlim şəraitində formalaşmır. Yanlışdır. Tundra qileyli formalaşır və əkinçilikdə istifadə olunmur. Eyni zamanda podzol torpaqlar, şavaldı torpaq və qəhvəyi torpaqlar əkinçilikdə istifadə olunur. Amma çimli podzol torpaqları istifadə olunmur. Cavab variantımız 2, 3, 6 doğru olmuş olacaq. Yerin xəyali oxu orbit müstəvisinə 75 dərəcə meyilli olsaydı, şimal tropik xətti neçə dərəcədən keçər? Yadınızda saxlayın, yerin xəyali oxu orbit müstəvisinə hal-hazırda 66.5 dərəcə meyillidir. Və biz 90 dərəcədən 66.5-i çıxırıq, nə qalır? 23.5 dərəcə. Yəni deməli bizim tropik xəttlərimiz 23.5-dən keçmiş olur və qütb dairələrimiz 66.5-dən keçmiş olacaq. İndi bizdə deyir ki, 75 dərəcə meyillidir. İndi 75 dərəcə meyillidirsə mən nə edəcəm? 90 çıxılsın 75 bərabər olacaq 15 dərəcəyə. Yəni 15 dərəcə şəklində olmuş olacaq tropik xəttləri. Ona görə 13-cü sualımızda 15 dərəcə olacaq. 0 dərəcə temperaturda nisbi rütubətli 20%-dir. Havanın tam doyması üçün neçə qram su buxarı çatışmır? Baxın, 0 dərəcə temperaturun mütləq rütubətliyi 5 qramdır. Yəni doyma həddi 5 qramdır. Onu biz həmişə 100% götürmüş olacağıq. X-i 20% götürmüş olacağıq. İndi buradan X-imiz nəyə bərabərdir? X-imiz deməli bərabərdir. 20-ni vuracam mən 5-ə. Təbii ki, X-imiz olacaq nə? 1 qram. Düzdür? 1 qram olmuş olacaq. İndi bizim üçün nə qədər su buxarı çatışmır? Təbii ki, 5 qrama gedib çatması üçün nə qədər lazımdır? Plus 4 qram lazımdır. Düzdür? Yəni 4 qramımız çatışmır. Ona görə 14-cü sualımızda 4 qram olmuş olacaq. 15-ci sualdır. Şimali Amerika və Afrika materiklərini fərqləndirən əsas əlamətləri müəyyən edin. Təbii zonaların enlik üzrə yerləşməsinin pozulması 1, 2 olmuş olacaq. Okean sularından hər ikisi əhatə olunur. Hər ikisində neft qaz mövcuddur. Hər ikisində subekvatorial iqlim qurşağı mövcuddur. Amma 6 yanlışdır. 1, 2, 6 daha doğrusu doğrudur. Yəni Afrika materiki 4 yarım kürədir. Yüksək təzyiq qurşaqlarının müvafiq gələn coğrafi enlik. Biz bilirik ki, bir yüksək təzyiq qurşaqları var, bir də alçaq təzyiq qurşaqları var. Yüksək təzyiq qurşaqları nədir? Yüksək təzyiq qurşaqlarında enən havada üstünlük təşkil edir, əsasən tropik və qütb ətrafı enliklər. Ona görə mən qütb ətrafı 1-i götürəcəm, tropik 2-ni götürəcəm. Bir də ki, nəyi götürmüş olacağım burada? Yenə də tropik 6-nı götürmüş olacağım. Yəni cavabımız 1, 2, 6 olmuş olacaq. Daha sonra 17-ci sualda arteziyan sularına aid olan fikir, 2 su keçirməyən lay arasında yerləşir. 1, 2 su keçirən lay yanlışdır, təzyiqli sulardır. 3 və coğrafi enlikdən yerləşmələri asılı deyil. Əsasən də düzənlik ölkələrdə, yəni düzənlik ərazilərdə yayılmışdır. Ona görə burada cavabımız 1, 3 və 4 olmuş olacaq. Mənbəyi 2000 metr hündürlükdə eroziya bazisi okean səviyyəsində yerləşən orta meyilli 5 metr bölünmüş kilometr olan çayın uzunluğunu təyin edin. Meyilliyimizi 5 metr bölünmüş kilometr verir. Düzdür? Düşməmiz nəyə bərabərdir? Düşməmiz 2000 çıxılsın 0. Çünki eroziya bazisi mənsəbi 0-da yerləşir okean səviyyəsində. Mənbədə 2000-dir. Biz düşməni taparkən mənbə çıxılsın mənsəb şəklində yazırdıq. Yəni 2000 metr qalacaq da, düzdür? 2000 bölünsün x-ə. Buradan da x-imiz nəyə bərabərdir? Təbii ki, 400 kilometrə bərabər olmuş olacaq. Növbəti sistemimizə sualımıza baxırıq. Deyir, dəniz dalğalarına aid olan terminlər hansılardır? Burada deməli yaldır dalğanın. Sonra burada dabandır və tsunamilər. Bəs tsunamilər nəyə görə? Çünki böyük dalğalar, yəni güclü tutaq ki, tektonik proseslər baş verdikdə artıq orada dalğaların hündürlüyü artdıqca onlar tsunami prosesləri adlandırılır və ətraf əraziləri daha çox dağıntılara məruz qoymuş olacaq. Növbəti sualımızda 20-ci sualdır. Boz çəmən torpaqlar əsasən yayılıb bilirsiniz ki,
Burada Zərdab rayonıdır. Bu hissədə varmı görək. Bir də Saatlı rayonu olmuş olacaq, bəli. Sonra sarı torpaqlar əsasən Azərbaycanda Lənkərandadır. Qara torpaqlar isə Şamaxı və orada da Gədəbəy rayonu var. Gədəbəydə yayılmış olacaq. Deməli 1C-yi, 2B və 3A isə AD olmuş olacaq. Belə. Bugünkü sual izahlarımız, video izahımız da bura qədər. Sağ olun. Gələn videolarımızda görüşmək ümidi ilə.